Tez-tez pasientlərimin verdiyi suala aydınlıq gətirmək istəyirəm ki, reklam və görünmək, bilinmək, tanınmaqla bağlı. Professional fəaliyyətimin 24-cü ilindəyəm. Düşünün ki, 2001-ci ildən artıq psixologiya ilk addımlarımdır və 14 il ərzində psixoloji dəstək mərkəzində çalışıram və professional tərəfindən işimə yanaşmışam. Sadəcə reklam, pasient gəlsin, tanınım, bu məqsədlər olmayıb mənim fəaliyyətimdə və hər hansı bir videolarım da çəkilibsə, danışaraq nəyisə, kiməsə fikrimi çatdıraraq, sadəcə məcbur qalmışam, məcbur ediblər. Yəni bu istəyərək olmur. Çünki görünmək deyə bir tipim olmayıb, tanınmaq deyə bir tipim olmayıb. Sadəcə üzərimdə işləyim, işimin keyfiyyətini göstərim. Məqsəd biznes qurmaq, məqsəd pul qazanmaq, məqsəd iş görmək olub məndə və insanları da reklamda olan, tanınan, reklamı gedən insanlar maraqlı gəlir və onların yanına gedəndə düşünürlər ki, bir egolarını doyuzdururlar. Tanınmış bir psixoloqun yanına gedərək və tanınmış bir psixoloqun yanına gedərək sən həqiqətənmi tanınmış bir enerji aldın, tanınmış bir probleminə bir çözüm yeri tapdımı? Bunu özünə sual ver. Mənim məqsədim öz üzərimdə işləyərək pasientlərə faydalı olmaq olub. Mənim məqsədim reklam olmayıb. Bir dəfə cəhd etdim, Facebook səhifəmdə bir reklam edim. Düşünün ki, pasientlərimə də deyirəm, hər kəs də bilsin. Demək ki, enerji çatmır hər kəsi çatdırmağa. Təsəvvür edin ki, səhifənin reklamı üçün, sırf səhifəni, Facebook səhifənin reklamı üçün yavaş-yavaş kartdan ümumi bir məbləğ çıxılır, 400 manat və buna şok oluram. Hansı ki, $1, $5, $10 nəysə aktiv etmişəm və fərqində olmadan və bir dəfə görürəm ki, yoldaşımın kartından, o zaman mənim kartım yox idi, 400 manat maaşından pul çıxır və dəli olur və mən özüm də şokda oluram. Hətta o məndən də çıxmır, yoldaşımın kartından çıxılır. Və 400 manat qarşılığında mənə sadəcə seansa eyni həmin reklamın qarşılığında bir pasient gəlir. Eynisi olur. Yəni nədir, nəyə vermişdi, nəyə xərcləmişdi, və mən o hadisədən sonra qətiyyən reklam işinə, reklam etmək kimi bir düşüncəm olmayıb. O mənə dərs olmuşdu ki, bunu etmə. Bu negativ enerjidir. Və bunun qarşılığı var. Hansısa bir insan əziyyət çəkmədən reklam qarşılığında hər hansı bir xidmət göstərib insanları qapısını yığırsa, düşünün ki, o insanın verəcəyi hesabatlar var. Bu enerji ondan çıxacaq. Hansı şəkildə çıxacaq? Çünki onu hansı şəkildə alıbsa tez bir zamanda, elə bir tez bir zamanda da aşağı düşmə enerjisinə çıxacaq. Heç bir zaman əziyyət çəkmədən qarşılığını aldığın hər şeyin hesabatı var. Reklam manipulyasiyadır. Məni tanı, məni gör və mən çox qazanımdır. İnsan buna fikrini yönəltsə, əlbəttə ki, birinin içində 9-10 dənə ofis açacaq və psixoloji mərkəz olacaq adı. Yəni bu biznes olacaq. Burada iş görülmək deyil. İş görülmək üçün düşünün ki, o psixoloq neçə parçaya parçalanmalıdır ki, o mərkəzlərdə nəyəsə kiməsə faydalı olsun. Bir psixoloqun, ümumiyyətlə düşünün, Sigmund Freud'in mərkəzi var idi mi? Ofisi var idi mi? Ofisi bir dənə otağı var idi, o da evi idi. Düzdür? Yəni bu professionallıqdan söhbət gedə bilməz. Bu sadəcə bir biznesdir. Asan qazanılan pulun da hesabatı var. Reklam negativ enerjidir. Bunun danışmaqda məqsədim odur ki, reklam negativ enerjidir. İstənilən insan 0-cı mərtəbədə olub 100-cü mərtəbəyə qalxmaq istəyirsə, inanın ki, 100-cü mərtəbə ilə arasında nə qədər məsafə varsa, o qədər məsafəni qət edərək də düşəcək. Hər bir şeyin hesabatı var. Haqqın olanı al. Bu videonu da mən çəkməkdə məqsədim odur ki, nə tanınmaqdır, nə layiqdir, nə bəyənmədir. Sadəcə bunlar var. Bunların fərqində deyilik, manipulyasiyadayıq və reklam qarşılığında da mənə çox nadir pasient gəlir. Mənim
Hər hansı bir videoma baxaraq çox nadir pasiyent gəlir. Niyə? Çünki o məqsəddə, o niyyətdə olmuram ki, videonu çəkim, pasiyent müştəri yığım, qapıda olsun, kimsə məni gözləsin, ofisdə olsun ağzına kimi pul qazanım. Mənim videonu çəkmək niyyətim odur ki, insanlar faydalansın, bu problemlərin olduğunu görsün, şuuraltı manipulyasiyada olduğunu görsün. Düşünmürəm ki, hər hansı bir psixoloq bunları oturub danışar və deyər. Çünki özü də bu işləri görür. O yüzden bilin nədir həyat. Bir psixoloq hər addımının, həyatının hər saniyəsi ilə özünə məşğul deyilsə, terapiyasına məşğul deyilsə, irəli gedə bilməz və terapiyalarının faydası da ola bilməz. Unutmadan deyim, bayaq ki, nə üçün bu videonu çəkirəm? Faydalanın, görün və hər hansı bir videodan mənə pasiyent də gəlmir. Çünki gələrsə, o qədər sorğu-sual edirəm ki, hardan tapdın, necə gəldin? O insan şəxsiyyətini, özünü tanıyandan sonra və mənim şuuraltıma o insanı qəbul edəndən sonra seansa girilir və mən davam edir. Əks halda bu tip gələn çox nadir pasiyentlər 1-2 seansdan sonra tamamilə alınmır və davam edə bilmirəm və onda da alınmır. Söhbət ondan gedir ki, negativ enerjide, aşağı enerjide heç nə istəməyin. Reklam enerjisində heç nə əldə etmək istəməyin. Niyyət sadəcə doğru olarsa, inanın ki, onun arxası gələcək. Niyyət düzgün olarsa, sənin niyyətin qarşındakı pasiyenti sağaltmaq və onun üzərindən öz enerjini yüksəltməkdirsə və məndə budur. Yüksəltməkdirsə və işini daha da irəli aparmaqdırsa, sən qazanacaqsan. Nə olur olsun, sənin seansının qiyməti nə olur olsun, hər zaman irəli gedəcəksən və o insan tapılacaq sənin seansına gəlməyə. Yox, başa düşdünüz nə demək istəyirəm. Artıq uzatmayım. Teşekkür edirəm məni dinlədiyiniz üçün. Hər kəsə uğurlar.